tam özümə gəlməmişəm, dincəlməmişəm, amma neçə vaxt sizinlə danışmıram və ürəyim doludur. Ona görə də gəlin bir-bir başlayaq. Söhbəti Vərzardan başlamaq istəyirəm. Çünki TikTokda axır vaxtlar elə Taylandda olanda da onun fraqmentləri TikTokdan tez-tez qabağıma çıxır. Mən onu bəyənirəm. Yəni həyata görməmişəm, tanımıram. Sadəcə olaraq mənə çox maraqlı personaj kimi gəlir. Mən də belə insanları sevirəm. Nə yalan deyim. Və bundan başqa da bəzi, yəni az deyil, pis kommentlər də gördüm o videoların altında ki, bəs belələri qadağan olunmalıdır, polis niyə heç nə eləmir, nə bilim, gəncləri pozur beləsi. Əgər bir insan gəncləri poza bilərsə, deməli problem o insanda deyil, elə gənclərin özü pozğundur. Bu bir. İkincisi, əgər sizin uşaqlarınız gecə 1-də, 2-də, 3-də əlində telefon, TikTokda oturursa, bu problem sizin probleminizdir. Siz yaxşı valideyn deyilsiniz. Olar ki, bu həyatda bir dəfə olaraq, bir millət olaraq bir məsuliyyəti boynumuza götürək. Deyək ki, problem məndədir. Başqa insanlar və bacışqalar. Məncə artıq mən belə müraciət eləməliyəm. Çünki kişilər çoxluq təşkil edir. Bilmirəm bu nə vaxt oldu, necə oldu. Əslində bilirəm. Çünki sonuncu videolarım ancaq humoristik videolardır. Taylandda çəkdiyim videolardır və son zamanlar ancaq gülməli videolar çəkirəm. Biraz məməş göstərdim, biraz ayaq göstərdim, biraz ora-bura. Bu da olan mənzərə. I don't like this. Mən bunu dəyişməliyəm. Bu mənə yaraşmır. Bu mənə yaraşmır. Bilirsiniz nə fikir vermişəm? Ümumiyyətlə bizimkilər görəndə ki, kimsə qabağa gedir, kimsə adı tez-tez hallanır, kimsə haqqında danışırlar. Bax, girib belə kommentlər yazırlar ki, bunu niyə heç kim heç nə eləmir? Bu cəmaatı pozur, bu cəmaatı nə bilim nə yiyir? Hamısı paxıllıqdır. Sizi inandırıram, heç bir namus, qeyrət, abır, həya, yəni onların heç biri, o kommentləri yazan insanların bəlkə də maraqlansaz ən konçunu insanlardır. Ən axırıncı yolda olan insanlardır. Prosta bax elə kommentlər yazırlar, hamısı paxıllıqdan. Çünki otururlar fikirləşirlər ki, bu kimdir, bu belə populyar oldu. Bu hardan çıxdı? Oturub hesablayırlar ki, bu görəsən günə nə qədər pul qazanır TikTokda canlıda. Yenə deyirəm, hamısı paxıllıqdandır. Çünki mən xatırlayıram, mən təzə-təzə populyar olanda TikTokda, mən onda çox kişiləri pazlayırdım. Kontentim yəni oydu da, əksər videolarım. Və zırpı-zırpı, yekə-yekə kişilər götürüb videolar çəkirdilər ki, TikTokdakı, bəs belə bir qız var, mənim videolarımı müzakirə edirdilər ki, bunun nəslində, nə bilim, əmisi, dayısı, atası, qardaşı yoxdur ki, buna nəsə eləsin, bunu dayandırsın. Yəni, belə videolar çəkirdilər bu qədələr. Və bu soxa-soxda bilirsiniz nə yadıma düşdü. Deməli, mən bu blog işimə başlayanda birinci video mama ilə olan video 1 milyonu keçdi TikTokda. Mən orada başlamışdım. Və ondan sonra mənim qohumlarım başladı mamama yığmağa, atama yığmağa. Mən onda evdəkilərlə yaşayırdım da bir yerdə. Və işləyirdim, hüquq şans kimi işləyirdim. Hər gün işə gəlib gəlirdim. Bunları belə çəkirdim də. Yəni pula görə yox, şöhrətə görə yox, prosta mırta. Və sonra gördüm ki, bu işdə daha çox pul var. İşdən çıxdım. Və mənə qoz qoymayan qohumları, mənə ağıl verən, güya ki, mənim xeyrimi istəyirlər, mənim yaxşılığımı istəyirlər də, yəni, neysə. Görürlər ki, mən gəzirəm, mən yəni, full time işləmirəm, ofisə gedib gəlmirəm və normal pul qazanıram da, görürlər də. İndi mən çox şey burada göstərmirəm, onlar mamadan öyrənirlər ki, mən nə edirəm, nə almışam özümə, hara gedirəm. Başladı mənə burada yazmağa ki, bura haradır, bu nədir, bura necə getdin, Ayka, durun. Sağ olun balaşqalar, mən də sizdən ötürü darıxmışdım. Demək olar ki, bu bir ritualdır da. Günə 2-3 dənə də olsa story belə paylaşıram, danışırıq. Amma neçə gündür bunu edə bilmirdim. Çünki günə 14-15 saat mən ayaq üstə olurdum. Səhər çıxırdıq, zavtrak edirdik. Yəni bütün gün axşam bir də gəlirdim otelə. Sразу sönürdüm, yatırdım. Və biraz bu Tayland səyahətimdən danışmaq istəyirəm. Çünki bu mənim ilk getdiyim Aziya ölkəsidir. Bundan əvvəl mən həmişə Avropaya getmişəm. Bir də İngiltərədə olmuşam, Londonda olmuşam. Və mən Avropanı sevirdim, indi sevirəm. Çünki hər yerin plusu minusu var da. Mən orada özümü safe hiss edirəm. İngiliscə hamı bilir, hər şey dəqiq. Bilirəm ki, yazılıb ki, divara ki, məsələn də 15-20 avtobus gələcək. Bilirsən ki, 15-20 avtobus burada olacaq. Mən o şeyləri sevirəm. Amma dedim ki, nə qədər Avropada olmaq olar? Gedim bir Taylandda görüm, Aziyanı görüm və çox bəyəndim. Yəni, həm Phuketi, həm Bangkoku çox bəyəndim. Zəhmət olmasa, axırıncı postumu like edərsiniz. Çünki mən ildə 3-4 dəfə şəkil paylaşaram ya da ki, yox. Və əgər axıtınız olsa, kommentdə yaza bilərsiniz. Ürək göstərirəm. Burada prosta o bir əlimdən telefon tuturam. Ürək. Və gəlin əsas məsələyə keçək, Tumuş videosuna.
Tutmuş videosunda əslində mən fikirləşmirdim ki, bu qədər komment olacaq, bu qədər söz söhbət. Çünki mən başçı 3 ildən çoxdur, 4 ildir, 3 ildir mən blog aparıram və insanlar azmaz məni tanıyır da. Mən necə insanam, mənim yumor hisslərim, özü yumor hissim, mənim hisslərim var. Yəni bundan əvvəl mən nələr paylaşmışam, nələr. Öz otelimdə, öz tumanımı yuyuram və çox adam yazıb ki, o tuman niyə elə yekədir? Birincisi o tuman, yəni belə də plus 18 tumandır və onu mənə alıblar. Bir dənə qız alıb, mənim sekret sandım. Və bir də çox adam deyir ki, Taylandda ucuzluqdur. Mən o ucuzluğu hiss eləmədim, nə yalan deyim. Okey, ola bilər ki, gedib çöldə, bayırda haradasa masaj yeri tapa bilərsiniz. 15-20 manata bir saatlıq belinizi masaj elətdirə bilərsiniz, ayağınızı, o heç. Amma biz axırıncı dəfə masaja gedəndə özümü paylaşmışdım da storydə. Bir saata 100 manatlıq masaja getdik ikisi daşlarla və o masajdan sonra mən başa düşdüm ki, əsl masaj nədir? Və çöldə biz o street foodlar olur, onu da biz yemirdik heç birimiz. Normal restoranlara, kafelərə gedirdik və günün sonunda hardasa bir adam başı taksi ilə fırlanırdıq. Günə bir 100-150 dollar pul çıxırdı da, yəni 200 dollar pul çıxırdı. Ancaq yemək, içmək, gəzmək ora-bura. Adaya getdiyimiz gün daha çox çıxdı, çünki şeydə də onun ayrıca pulu var. Yəni mənə ucuz gəlmədi. Bir dənə özümə çamadan almışam. Shopping də eləmədim heç. Phuketin təbiəti gözəl idi, dənizin suyunu gördünüz də, yəni və o adalardan çoxdur. Sadəcə olaraq çox vaxt aparır da. Məsələn, o sirkələnə 1 saat, 2 saat qalırsınız yolda. Düzdür, yenə deyirəm, dəyər o gözəlliyi görmək, amma bütün gününüzü yəni ancaq ona xərcləməlisiniz. Çox vaxt aparan şey, biraz düşürsüz, çimirsiniz, ora-bura, yorulursunuz. Bangkokda da dadlı yeməklər, dadlı restoranlar, kafelər, şəhərin özü belə modern şəhərdir, belə novastroykalar, belə dvijeniya var da, həyat var. Və mən ikisini də bəyəndim, amma Bangkoku daha çox bəyəndim. Yəni gələn dəfə gedəndə istəyirəm ki, bir 2 həftəlik məsələn Bangkokda olum, ancaq gəzim şəhəri, ora-bura gedim. Və tam ciddi oturub fikirləşirəm ki, köçmək istəyirəm, amma ki Balini görməliyəm birinci, sonra Vyetnamı. Ondan sonra qərar verəcəm ki, hara köçmək olar. Köçmək deyəndə ki, 1-2 aylıq yaşamaq istəyirəm də bu ölkələrin hamısında. Və ümumiyyətlə o videonun altında mən çox adama cavab vermişdim. Demək olar ki, hamısı silib o kommentləri və onlar kommenti siləndə də mənim də və sizin də yazdıqlarınız da silinirdi avtomatik olaraq. Yəni yazmısan komment, mən də sənə cavab vermişəm. Qoy qalsın da, yəni. Onda bu poxunu yeyirsən. Sənin arxan yoxdur, sənin dalın yoxdursa, sözünün arxasında deyilsənsə, niyə yazırsan cəmaatın videosunun altında komment? Özə söyləməmişdim, təhqir eləməmişdim. Gülməli bir şey yazmışdım, hamısını siliblər. Yəni mən o videonun altında heç bir komment silməmişəm. 1-2 nəfər məni söymüşdü, konkret belə söyüşlər. Onu blok elədim, o heç 2 nəfər demək olar ki, qalan orada kim nə yazırsa halal xoş olsun. Sadəcə olaraq ilk 20-30 komment gördüm, onlara cavab verdim. Daha bir də yəni mənim hər videomun altında gördüyünüz kimi çoxlu kommentlər olur. Mən gərək onda heç nə eləməyim, oturum hamıya cavab verim. Yəni ulduz olmaq asan deyil. Deməli bizim bir qızlar qrupu var. Daha doğrusu evdə qalmışlar qrupu. Və biz yeni ilə qalmış bir 10 gün qərar verdik ki, bir-birimizin secret sandası olaq və kimə düşdüsə ona qırmızı bardov tuman alsın. Və videoda da yəni o tumanın razmeri S-dir də, yəni balaca tumandır. Prosta videoda iyi ki görsənir. Neysə. Belə bir komment gəlib o videonun altında. Mənim tuman yumağım necə kimisə poza bilər. Yəni bu nabarot təmizlik əlamətdir ki, yəni tumanınızı yuyun da. Yəni bir qız əgər bir qadın tuman yuyursa, bu necə mən başa düşmürəm, yəni. Ay Hüseyin. Şəklimi göstərin burada. Ay Hüseyin. Niyə məni özündən çıxardırsan gecə-gecə? Yoxum dökülür, amma bunu deyim, sonra gedəcəm yatmağa, ürəyimdə qalmasın. Deməli, fikir vermişəm ki, nə vaxt mən gəzməyə gedərəm, belə aktiv videolar, şəkillər paylaşıram. Həmişə o videolarımın altında kommentlər yazırlar ki, çox adam ki, bəsində cavansan, pulun var, gəzirsən, qocalanda sənə kim baxacaq? Qocalanda, qocalar evinə düşəndə Tayland sərgüzəştlərini xatırlayarsan. Belə tipli kommentlər gəlir.
Birincisi, daja hətta sizin uşağınız varsa, uşaqlarınız varsa, o demək deyir ki, siz qocalar evinə düşməyəcəksiniz. Gidin araşdırın, qocalar evinə düşən olan insanların 99%-nin hamısının uşaqları var. İkincisi isə, hətta sizin uşaqlarınız varsa və hətta siz yaxşı valideyn olmuşsunuz belə, o demək deyir ki, o uşaqlar sizə baxacaq. Çünki əvvəllər 7, 8, 9, 10 uşaq olurdu. Biri ikisi adama yiyə dururdu, baxırdı. İndi mamamın 1-2 uşağı var. Biri deyir, mən Amerikaya köçürəm. O birisi deyir, mən Tayland'a köçürəm. Yəni, üçüncüsü deyir, ölür. Yəni, başa düşürsün nə demək istəyirəm. Və mən 80 yaşında da 90 yaşında gələcəm. Də ki, başım yerində olsun, bədənim işləsin. O yaşda da sülənəcəm. Adama bilirsiniz nə təsir eləyir? Əslində belə oturub baxsam, mən içmirəm, çəkmirəm, altı bazar demək olar ki, evdə otururam, klublara getmirəm. Mən namuslu ailə həyatı yaşayıram. Yəni, belə baxsan düzünə də, yəni, namuslu ailə həyatı yaşayıram. Azərbaycan standartlarına görə. Amma burası tuman yudum indi. Oldum bütün respublikaya əxlaqsız. Onsuz da birinci dəfə deyil. Mən menstruasiya haqqında danışanda bu başladı söhbət. Ulviran verilişində. Həmən videoda 2-3 milyon baxış sayılmışdı. Kommentlərdə mən az qalıb... Prost menstruasiya haqqında danışırdım. Deyirdim ki, bunun haqqında niyə danışmırıq? Biz niyə utamalıyıq bundan, nə bilim nə. Bundan başqa isə nə yalan deyim, mənim insanların əsəbini oynamaq xoşuma gəlir. Mən bilirəm ki, bunu eləsəm, bunu paylaşsam, bu ola bilər ki, insanların xoşuna gəlməsin, məni söysünlər. Xoşuma gəlir. Uşaqlıqdan belə idim. Otağımdan çıxırdım zala çay içməyə. Evdəkilərin bütün keyfini pozurdum, təzədən qayıdırdım otağıma. Eşq olsun Azərbaycanın namuslu, qeyrətli qadınlarına. Aleksandra Sirkiyik. Yəni, trusik yumuşam. Namus, qeyrət burada nə əlaqə? Bir də mən nə vaxt özümü namuslu, qeyrətli kimi göstərmişəm. Mənim profilimə girən kimi bilirsən ki, bu insan... bu insan namus, qeyrətdən uzaqdır. Və ümumiyyətlə, əgər bir insan uşaq dünyaya gətirir ki, ona gələcəkdə baxan olsun, uşağı o gözlə baxır, bunun özü bir səhv hərəkətdir. Yəni, başa düşürsünüz bunu. Uşaq dünyaya gəlməlidir, çünki siz yoldaşınızı bir-birinizi sevirsiniz, istəyirsiniz ki, ailəniz olsun, uşağınız olsun, yəni bu səbəbdən. Gələcəkdə sizə kimsə baxıcılıq eləsin, qulluqçuluq eləsin, yox. Və, yəni, balaşqlar, mənim heç 40 yaşım yoxdur, mən cavan qadınam, mənim hələ prime vaxtım qabaqdadır. Yəni, mənim hələ bəlkə də ərim universitet bu il qutarır. Yəni, mən öz yaşıdımla ya da ki, məndən yaşlı kişilərdən işim yoxdur. Balaşqalar, o deyil. Cavan axtarmaq lazımdır. Məndə 32-dir. Oğlan olmalıdır, 27, 28, 30 olmalı deyil. Çünki kişilər pis qocalır, pis günə düşürlər. Əsasda bizim kişilər hər şey göz qabağındadır.